Du, demək, dilimizdə belə hərf yoxdur. Dil iki dişin arasına girərək qalın şəkildə bu hərfi deyirik. Du, tu, tu. Bu hərfin məxrəci, demək, dil yuxarı damağa dəyər-dəyməz şəkilində, qalın şəkildə neyinirik? Tələffüz edirik. Tu. Sonra zu, dilimiz yuxarı damağa dəyər-dəyməz şəkilində bunu deyirik. Zu. Sonra o, boğazın ortasından nədir? Çıxarılır. Ğu, bu boğazın yuxarı hissəsindən nədir? Çıxarılır. Fu, incə samitdir və yuxarı üst dişlə aşağı, demək, dodaq arasından çıxarılır. U, demək, bu hərfin məxrəci, demək, dilin sonu və dilçəyin başlanğıcındadır. Ku, demək, bu hərfin məxrəci dilin sonu və dilçəyin axırındadır. Lu, yum incə samitdir. Dilimizdəki l hərfi kimidir. Mu, dilimizdəki mu hərfi kimidir. Nu, dilimizdəki nu hərfi kimidir. Vu, bu hərfin məxrəci dediyimiz kimi nədir? Bu hərfin məxrəci dodaqlar qönçələnərək v hərfini demək lazımdır. Vu, hu, bu hərfin məxrəci boğazın aşağı hissəsindən çıxarılır. Yu, incə samitdir və dilimizdəki y hərfi kimi deyilir. Bugünkü dərsimiz bura qədər. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.